Amiran Muciri. Cərimə meydançası istiqamətini ötürmə verir. Dragan Naçevski. Savinovun ötürməsi son anda Malagin topu uzaqlaşdırır. Buna baxmayaraq yenidən top Bakı futbolçularındadır. Bakının hücum dalğası davam etdirilir. Cərimə meydançasına doğru ötürmə, təhlükəli bir vəziyyət. Vadim Barets və topu qapıdan keçirir Vadim Barets. Bəli, son dəqiqə artıq 90-cı dəqiqədə Bakı lazım olan qolu Simurgun qapısından keçirir. Qeyd edək ki, Vadim Barets dəqiq zərbə ilə topu qapıdan keçirir. Artıq 91-ci dəqiqədə qeyd edək ki, Bakı 3 xalı qazandıra biləcək qola imza atır. Bəli, Bakı həyat verir, çempionluq verir Vadim Barets və topu qapıdan keçirir. Bəli, indi Bakı futbolçularının və Bakı azarkeşlərinin sevincini izləyirik. Bakı futbolçuları bu oyunda mütləq qələbə lazım idi və son dəqiqədək hesab açılmırdı. Yalnız 91-ci dəqiqədə Bakı Vadim Baretsin qolu ilə hesabı açmağı bacardı. Epizodun təkrarını izləyirik. Müdafiə xəttindən dönən topu Vadim Barets sol ayağı ilə dəqiq zərbə ilə qapıya göndərdi və bu dəqiqəyə dək qapısını toxunulmaz saxlamağı bacaran Taras Çopik komandasına heç nə ilə kömək edə bilmir. Bəli, 91-ci dəqiqə artıq oyunun başa çatmasına çox az vaxt qalıb.